Bismillahirrahmanirrahim. Elhamdülillah. Salatu vesselamu ala abdihi ve rasulihi Muhammedin ve ala alihi ve sahbihi ve selleme teslimen kethira ve ba'd. Biz davam edirik öyrənməyi Allah Taala'nın sifətlərinə və adlarına aid olan bəzi qaydaların tədrisinə və biz gəldik 6-cı qaydadan sonra 7-ci qaydaya. Və ümumiyyətlə Allah Taala'nın ad və sifətlərinə görə qoyulan qaydalar hamısı Quran və sünnədən götürülüb. Quran və sünnədən götürülüb. Yəni heç kim müstəqil özündən qayda çıxarmayıb. Və ya qayda götürülüb bidət əhli müxalif nəsə deyib ona görə. Yəni alimlər o qaydanın, o sözün, o şeyin batil olduğunu bəyan eləmək üçün, xəbər vermək üçün o qaydaları zikr ediblər. O qaydaları deyiblər. Yoxsa məsələn, necə qeyd etdik keçən dərsimizdə, yəni Əbu Bəkir, Ömər, Osman, Əli radiyallahu anh və başqa sahabələr, onların belə sözlərə ehtiyacı yoxdur ki, hansı ki, indi biz onu danışırıq. İndi ehtiyac var ona görə. Çünki sahabələrin dövrü təmiz idi. Əqidə məsələləri xüsusən, bəzi aralarında ixtilaf düşsə belə. Bəzi ictihadi məsələlərdə, hansı ki, orada rəyə məcəl var, yəni rəyə yeri var. Amma etiqad bəlli idi. Sahabələr Allahın adları barədə, sifətləri barədə susmuşdular, yəni danışmırdılar, bəlli idi hər şey. Ona görə alimlər Allahın adı və sifətləri barədə sahabələrdən sükutu icma nəql edirlər. Sükutu icma nədir? Onlar heç də danışmırlar. Deməyiblər necədir, necə enir Allah Teala, necə ərşinə yüksəlib. Belə sualları vermirdilər Peyğəmbər sallallahu aleyhi və səlləm. Başa düşürdülər, yüksəlir, aydındır. Başa düşürdülər, gecənin 3/1 enir, aydındır. Arafa günü enir, aydındır. Lakin sonraki kəlam əhli gəldi. Dedilər, necə yəni enir? Enmək varsa deməli, yuxarı var, aşağı var. Enirsə yeri boş qalır. Və belə fikirlər atdılar ortalığa və məcbur qaldı alimlər danışmağa. Yəni, əhl-i sünnə qaydaları nədən götürüblər? Quran sünnə. Bir də nədən? Əsas. Müxaliflərin fikirlərinə rədd. Yəni, deyiblər, onlar belə deyib, bunlar deyib ki, yox, belə deyil. Və biz gəldik 7-ci qayda, o da odur ki, bütün kamil sifətlər, kamil vəsiflər məxluq üçün isbat olunursa, həmçinin o xaliq üçün isbat olunur. Kamil sifətlər. Məsələn, həyat. İnsanın həyat sifəti var, yaşamaq sifəti. Allah Taala'nın da həyat sifəti var. Hey. Hey adı var. Diri yəni. Və həyat sifəti var. Yaşayan. O bizdə də kamillikdir. İnsan həyat sifəti ilə kamildir. Allah Teala daha layiqdir ona. Həmçinin danışmaq, kəlam. Kəlam insanın kamil sifətidir. Çünki bizdə danışa bilməyən insanlar naqisdir. Pəltək olanda naqisdir. Amma kəlam, onu ifadə eləmək, onu bacarmaq, bu insan üçün kamillikdir. Və bu insanlar da bunda növbə-növdür. Elləri var ki, kəlamlarını düzgün çatdıra bilirlər, gözəl çatdıra bilirlər. Allah subhanahu wa ta'ala ən kamilinə layiqdir. Necədir Allah bilir. Yəni o şeylər ki, sifətlər ki, kamildir məxluq üçün, həmçinin xaliq üçün də kamildir. Lakin, leysə kəmitlihi şey. Onun tayı bərabər yoxdur. Yaxşı, nədir dəlil buna? Allah Teala buyurur ki, وَلِلَّهِ الْمَثَلُ الْأَعْلَى Allah uca misallara layiqdir. Uca misallar Allaha aiddir.
Yəni ən gözəli Allahdadır. Ən gözəl misal bu kamil şeyin ən gözəli Allahdadır. Bu Əhlüsünnə vəl Cemaətin etiqadıdır. Məxluqda olan ən kamil sifətlər və məxluqat üçün olan kamillik mütləq və mütləq Allah Subhanahu taala var. Və 8-ci qayda odur ki, adların müştərək olması adlandırılanların müştərək olması demək deyil. Adların müştərək olması, yəni məsələn deyirsən ki, görən, eşidən, elm, mövcud olmaq, əl və s. və ilə axır. Bu adlar müştərəkdir, lakin adlandırılanlar eyni deyil. Adlandırılanlar eyni deyil və yenə də dəlil onun tayı bərabəri yoxdur və o eşidəndir və görəndir. Və İmam Dərr Rahiməllah Hicrətin 270-ci ildə vəfat edib. Rahiməhullah deyir ki, həqiqətən də biz Allah Teala'nı vəsf edirik keyfiyyət və bənzətmədən, keyfiyyət vermədən və bənzətmədən. Necə ki o məlikdir, kərimdir və alimdir və hikmətlidir, həlimdir, rəhimlidir, lətifdir, əzizdir, mümindir, cəbbardır, mütəkəbbirdir. Lakin bu sifətlər bəşərdə də var. Görəndir, eşidəndir, təkəbbürlüdür, rəhimlidir, həlimdir, lətifdir, lütfkardır yəni. Lakin bu o demək deyil ki, adlar birdirsə, adlandırılanlar da eynidir. Bu məna başa düşmək olmaz. Rəhmət də, lütf də, ikram da, bunlar hamısı fərqlənir. Hətta məxluqlar arasında fərqlənir. Məxluqlar arasında fərqlənir. Yəni, valideynin ikramı ilə qonşunun ikramı bir deyil. Dostun ikramı ilə yadın birinin ikramı bir deyil. Ola bilər, eyni adlar olsun. Amma adlandırılanlar eyni deyil. Əgər məxluqatda belədirsə, o zaman xaliqdə necə? Və həmçinin Allah Teala Quran-ı Kərimdə cənnətdən danışanda cənnət barədə xəbər verib. Məsələn, deyib ki, fihə fəkihətun, orada meyvələr var. Məsələn, deyib ki, nəxlun, xurma, və rummən və nar. Lakin Allah sonra başqa edir ki, dünyadakı kimi deyil. Oxşuyur, amma dünyadakı kimi deyil. Əgər adlar dünyada meyvələrin adları birdirsə, ahirətdə başqa keyfiyyətdə olacaqsa, aydındır. Gör Allah necə, Allah Subhanahu necə. Çaylar axacaq cənnətdən. Bizdə də çaylar axır. Elə deyil. Lakin o çaylar bu çaylar kimi olacaq? Yox. O çaylar şərablı olacaq. O çaylar suyu içinə qatacaqlar rahiq, yəni şərab növlərindəndir. Və indi var elə, yoxdur. Kövsər sudur. Amma o su elə bir sudur ki, içəndə susamırsan bir də. Necə Peyğəmbərimiz sallallahu aleyhi ve sellem deyir ki, mən şəribə minhu, kim ondan içsə, ləm yazmə bə'dəhu əbədən. Həv kəmə qalə Rasulullah. Heç vaxtı susamayacaq. Yəni, eynidir, su, bilir ki, su olacaq, Kövsər bulaq olacaq. Kəndin gələcəyində, çıxacağında, hər meşədə bulaq var. Amma Kövsər bulağı kimidir o bulaqlar? Xeyr. Amma adlar eyni, hamı bulaq deyir. Həmçinin, qardaşlar, bulaqlar dünyada da fərqlənir. Nə qədər bulaqlar var, Zəmzəm kimi bulaq yoxdur. Zəmzəm 14 əsrdir ki, dayanmayan bulaqdır. Yoxdur belə bir bulaq ki, 14 əsrdə oradan su çıxır. Və ya mən bilmirəm.
İnşallah ki yoxdur. Bulaqlar olur sonra quruyur. Olur sonra quruyur. 14 əsrdir bitmir. Daşıyırlar. Yəni indi daha çox ondan daşıyırlar ki, nəinki qədimdə. İndi getdikcə haram ərazisi böyüyür. Müsafirlər həc və ümrə üçün daha çox gəlir. Peyğəmbər məscidinə də verilir. Hər bir müsafir, ümrəçi və ya həci orada içdiyindən əlavə hədiyyə də verilir ona aeroportda, havalimanında, evə aparmağa. Kral tərəfindən. Məsələn. Yəni, elə bulaq var, yoxdur. Deməli, adlar bir ola bilər, amma adlandırılanlar müxtəlif ola bilər. Bu, əgər məxluqat arasında belədirsə, niyə görə Xaliq barəsində belə qəribə fikirlər yaranıb? Niyə görə? Yəni, niyə görə biz demirik, hər bulaq zəmzəm kimidir, hər bulaq Kövsər kimidir, demirik bu söz, deyirik, yox, Kövsər Kövsərdir, zəmzəm zəmzəmdir. Məsələn, bir bulaq da bir bulaqdır. Hansısa bir bulaq da bir bulaqdır. Əgər biz bunu fərqləndirə biliriksə, bizim bunu fərqləndirmək, necə deyərlər, meyarlarımız varsa, hələ bu məxluqdur. Yəni, cənnətin içində olan da nar da, o da məxluqdur. Cənnətin özü də məxluqdur. Lakin fərqlənir. Ağaclar deyib Allah Teala orada. Necə ağaclar olacaq? Allah bilir. Görürsən, yarpaq töküləcək yoxsa yox. Meyvələr necə bitəcək? Yəni, gübrə veriləcək ona. Allah bilir. Allah bilir. Adlar birdir. Və biz bilirik ağac nə deməkdir. Biz bilirik meyvə, biz bilirik nar nə deməkdir. Biz deyənmərik, biz bilmirik nar nə deməkdir. Niyə? Çünki desək ki, nar, onda cənnətdəki narı bənzətdik. Deyir qardaş, ad eynidir, nar bilinir, amma indi keyfiyyətini Allah Teala orada necə yaradacaq onu, dadı necə olacaq, Allah bilir. İnşallah Allah bizi cənnətə salsa və bizi cənnət əhlinə etsin, dadarıq. Amma bilirik nar nədir, deyənmərik ki, Allah deyib rummən, amma adını bilmirəm, rummən nə deməkdir. Amma Quranda rummən var. Necə Zəlalət əhli deyir ki, Allah Teala'nın sifətləri, məsələn, deyir yəd. Yəd əl deməkdir. Deyir yəd, Quranda var yəd. Amma yəd nə deməkdir, deyir, bilmirəm. Ona görə biri var idi, onlardan biri türk dəvətçisi. İndi bunların ağıllısı belədirsə, Allah dəlisinə şəfa versin. Deyir ki, mən deyir, öz kitablarımda deyir, tərcümə edirəm də, türkçəyə. Adam demək istəyir ki, sözünlə demək istəyir ki, yəni Allah Teala'nın sifətlərinin ərəbcədən tərcümə olunmasıdır ixtilaf yaradan ümmət arasında. Əsla belə deyil. Hər bir sözün bir dildə mənası var. Və o Allaha nisbətdə də öz mənasını tapır. Nəyə lazımdır dərinə getmək? Deyir, mən tərcümə eləyəndə, məsələn, Peyğəmbər sallallahu aleyhi və səlləmin hədisləri var axı. وَالَّذِي نَفْسِ مُحَمَّدٍ بِيَدِهِ Muhammedin nəfsinin əlində olana and olsun. Belə hədislər var. Peyğəmbər sallallahu aleyhi və səlləm çox hədislərdə mühüm məsələ olanda Peyğəmbər sallallahu aleyhi və səlləm and içib. Peyğəmbər sallallahu aleyhi və səlləm qardaşlar çox and içmir. Mən çox and içmək yaxşı əlamət deyil. Birdən birini görsən çox and içir, vallahi, tallahi, billahi, ehtimal böyüdür ki, o yalancıdır. Çox and içmək ehtiyac yoxdur. Birinci, and əzəmətlidir ona görə. Yəni, hər şeyə görə vallahi gələcəm, billahi gələcəm, vallahi çıxacam, belə, vallahi verəcəm, vallahi qaytaracam, vallahi, bu lazım deyil. Yəni, öyle verəcəm, inşallah qaytaracam. Yəni, əgər ciddi bir nəsə varsa, inanmırlarsa, onda insan and içə bilər. Məsələn, şahidlik eləyəndə də, falan. Hətta şahidlikdə belə gəlməyib ki, and içəsən. Deyəsən, belədir, inanmasına and içirsən. Qarşı tərəf təsdiqləməsə, lənətləşirsən. Yəni, yenə də etablardan ibarətdir. Ona görə and əzəmətlidir, Allahın andı əzəmətlidir. Mən elə demirəm, bəzi insanlar Allahın andını heç nə sayır, nəinki sən ölü. Yəni, məsələn, deyirsən ki, vallahi belə deyildi, deyirdən sən öl. Yəni, deyirsən ki, sən öl, inanacaq, amma vallahi inanmır. Çünki bilmir Allah Teala'nı və ya anamın canı və ya məsəl üçün və elə
yerlər var ki, orada məsəl üçün də tutaq ki, qardaşı ölübsə, desə ki, qardaşımın qəbri ömrü boyu yalan danışa bilməz. Birdən yalan danışsa ola bilsin, daşqalaq eləsinlər onu. Yəni, sən qardaşın qəbrinə yalanla düşdün. Amma Allaha yanına əşya olub da indi bilməyib də. Yəni, belədir vəziyyət. Və Peyğəmbər s.ə.v bəzən and içib, yəni demək istəyirəm. Və az da andı. Çox and içməyib Peyğəmbər s.ə.v. Və deyib ki, vəlləzi nəfsi Muhammedin biyədihi. Muhammedin nəfsinin əlində olana and olsun. Yəni, Muhammedin nəfsi kimin əlindədir? Allahın. Muhammedin nəfsinin əlində olana and olsun ki, yəni Allaha. Deyir, mən belə tərcümə etdim. Adam deyir. Deyir, vəlləzi, o ki, nəfsu Muhammedin, Muhammedin nəfsi biyədihi, əlindədir. Əli tərcümə eləməyə qorxur axı. Əl desə, baxır əlinə, deyir Allahın əli. Deyir, Muhammedin nəfsi yədində olan and olsun. Qədəl deməkdir, yədində. Miski insan başa düşmürsənmi ki, Muhammedin ərəb sözüdür. Nəfs ərəb sözüdür. Sən bunları tərcümə edirsən, aydındır, vav da andvan vavıdır. Vallahi kimi vəllədi. Tərcümə edirsən hamısını ərəb dilindən türkçəyə. Yedi tərcümə eləmir. Deyir, çünki Allah Teala adlarıdır. Niyə tərcümə eləmirsən? Deyir, çünki oxucu başa düşər ki, əl yəni bu. Yəni, demək istəyir ki, mənasını bilmirəm. Bu, o demək istəyir ki, mənasını bilmirəm. Denən Allahın yədi. Nədir mənası yədin? Bilmirəm. Və ona görə alimlər belə şeylərdən danışırlar. Ona görə heç vaxtı biz bənzətmirik. Lakin ispat edirik mənanı. Necə deyə bilərik ki, cənnətdə meyvələr var, üzüm var, cənnətdə nar var, hansı ki, Quranda gələnlərdəndir. Deyək ki, üzüm, nar təsdiqləyirəm, amma üzüm nədir, nar nədir bilmirəm. Niyə? Bənzədərsən. Bənzər deyil də. Deməli, bənzər deyil. Əgər bənzər deyilsə, bu dünya ilə o dünya arasında fərq varsa, hələ bu dünyanın içində fərq varsa, sən nətəri, hansı ağılla Allah Teala'na bənzədib deyə inkar edirsən bu sifətləri? Nəyə lazımdır ki? Olmaz ki, narı necə bənzətmirsən nara, çayı çaya, bulağı bulağa. Eləcə də Allaha bənzətmə xaliq. Xaliqi bənzətmə məxluqa. Yəni, bu qədər asandır. Lakin, yəni, insan azanda heç nə. Allah hidayət verməsə heç nə. Ona görə bəzi qardaşlarla danışanlar deyirlər ki, bax, məsələn, əhl-i sünnə alimlərindən bu məsələdə ayağı sürüşənlər olub mu? Deyirsən, məsələn, İmam Nəvəvi kimi, İmam Beyhəqi kimi, İbn Həcər kimi, İmam Suyuti kimi və s. və ilə axır alimlər. Sən də, yəni o imamların yanında biz elmdə heç nə. Gör, Allah Teala bizi hansı babda sabit saxlayıb. Gör, hansı alimlərsə bu babda azıb. Deməli, azğınlıq da, doğru yolda olmaq da sənin əlində deyil və elmlə deyil. Allah insana yönətməlidir. O yönətməsə nə olursan ol. Varla deyil, dövlətlə deyil, güclə deyil. Neçə milyarda olan insanlar var ki, bir dənə uşağı yoxdur. Kasıb bir də görsən bir insandır, adi, görsən 5 dənə, 6 dənə Allah bərəkət versin. 2 dənə, 3 dənə uşağı var. O razıdır, olan birini verəsən ona, sənə nə qədər versin. Mülk Allahın əlindədir, qardaşlar. Mülk Allahındır, o bölür. Məliklərin də mülkü var, onlar da bölür. Birdir bəyəm o bölgü? Yox, məsələn, o böləndə, verəndə onun mülkündən azalır. Allah verəndə mülkündən azalmır. Məsələn. O verəndə qarşılıq istəyir, bu verəndə qarşılıq istəmir. Bir deyil də, yəni, necə bir ola bilər? Axı, leysə kəmitlihi şey. Onun bərabəri yoxdur axı. Lakin, görürsünüz insanlar necə azırlar. Həmçinin, qardaşlar, başqa imamlardan, məsələn, İmam Əbu Nasır Əs-Siczi, rahiməhullah, hicrətin 444-cü ildə İbn-i Teymiyədən qabaq olub. Yəni, mən İbn-i Teymiyədən heç də deməyəcəm. Çünki onlar bizi iftira ilə,
ittihamla, yalanla, böhtanla cəmaata çatdırmaq istəyirlər ki, biz güya İbn Teymiyədən sonra gəlmişik. İbn Teymiyədən qabaqçılar. Məsələn, deyir ki, usul budur ki, bir şey adlandırılırsa bir isimlə, o demək deyil ki, o adlandırılanlar hamısı eynidir. Bunu ərəb dili də, örfdə, adətdə, nə bilim, hər şey, ağılda, məntiqdə, fəlsəfədə, dində təsdiqləyir. Və necə deyir ki, məsələn, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm diri idi, danışan idi, görən idi, eşidən idi və Rəbbimiz də diridir, görəndir, eşidəndir. Amma biz demirik ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Allah kimidir. Deyirik ki, o Allahın quludur. Və həmçinin İbn Xuzeymə öz Kitab-ı Tevhidində Hicrətin 311-ci ildə yaşayıb, vəfat edib daha doğrusu. O da deyib ki, öz Tevhid kitabında, deyib, o demək deyil ki, bir isim bir şeyin üzərində adlandırılarsa, ondan başqaçılar da onun kimi olsun. Bu əhl-i sünnə və cəmanın ittifaq etdiyi bir qaydadır. Və 9-cu qayda 10 dənədir. 9-cu qayda odur ki, o demək deyil 10 dənədir. Lakin 10 dənə əsasdır. Bunları bilsən inşallah sənə zərər toxunmaz Allahın izni ilə. 9-cu qayda odur ki, Allah Taala'nın isimləri ələmdir, yəni adlardır və əvsafdır, yəni və vəsiflərdir. Nədir ələm? Yəni, ələm yəni bir zata, bir şeyə addır. Əvsafdır, yəni vəsifi var. O adın da vəsifi var. Məsələn, biz demirik ki, Allah alimdir, adlarından biri, bilən. Demirik ki, alim əl-qadir kimidir, yəni qüdrətli kimidir. Yox, alim və qadir ayrı şeylərdir. Çünki bidət əhlindən var ki, hamısı birdir. Hamısı bir şeydir. Bəli, o elmlidirsə deməli qüdrətlidir, qüdrətlidirsə deməli elmlidir. Aydındır, amma hər bir ad özü özlüyündə bir zata dəlalət edir. Vəsifdir, yəni onun mənası var. Elm, Allah Teala elmlə vəsf olunur, tanınır daha doğrusu və o adın, o sifətin nəyi var? Öz vəsfi var. Və bu lüğətdə də belədir. Onlar deyirlər ki, alimun bilə ilm. Allah alimdir, amma elmsiz. Sifət təsdiqləmirlər, adı təsdiqləyirlər. Əşarilər kimi və ya mötəzilər kimi. Amma cəhmilər nə ad ispat edirlər, nə sifət. Ona görə fəlsəfəçilər cəhmilərin yanında sadiqdirlər. Çünki cəhmilər cəhmiliyi fəlsəfəçilərdən öyrənirlər. Fəlsəfəçilərin yolu ilə sən kafir olmalısan, Allahı inkar eləməlisən. Cəhmilər qəribədir. Yəni, fəlsəfəçilər cəhmilərə baxanda kişidirlər. Qayda qoyublar və inkar ediblər. Mötəzillər cəhmilərdən çıxıb. Bunlar deyiblər, yox da, gəl adları ispat edək, sifətlər yox. Bunlar da, cəhmilər də, azğınlar, bu mötəzillərə baxanda kişidirlər. Yəni, ispat eləmirik, heç birini ispat eləmirik. Sonra gəlib əşarilər. Əşarilər deyirlər, yox, elə sifətlər var ki, biz inkar edə bilmərik. 7 dənə sifəti ispat edirlər, qüdrət kimi, elm kimi. Aydındır. Həy kimi, yəni diri, hər şeyə qadir olan kimi, hər şeyi bilən kimi. Bəzi sifətləri ispat edirlər. Bu sifətləri ispat eləməyənlər də onlara baxanda yaxşıdırlar. Deyirlər, qardaş, nətər olur, siz bizdən öyrənmişsiniz, bizim qaydalarla getdiniz, ispat eləmişsiniz, qalanını yox. Siz bizdən öyrənmişsiniz. Onlar deyir, bəs siz necə, siz də bizdən, axırlar fəlsəfəçilərə gedib çıxır. Onlar bunlara baxanda, yəni öz iddialarında, yəni nəyə gərəkdirir iddiaları, onun üzərindədirlər. Onlar deyirlər ki, alimun bilə ilm, səmiun bilə səm, eşidir eşitməməklə. Alimun bilə ilm, alimdir, elmsiz. Bu düzgəndür axı.
Ona görə Əhl-i Sünnə vəl Cəmaət bu sözlərin müqabilində deyib ki, Allahın adları ələmdir və avsafdır. Yəni, bir zata dəlalət edir və o dəlalət etdiyi sözün mənası var, vəsfi var. Ola bilər, indi əziz qardaşlar bunu başa düşməsin, lakin eyb etməz. Madam ki, kitabda keçib, biz də deyək və çalışırıq ən yüngül, nə qədər bacarıq yüngülləşdirək. Necə Allah Subhanahu Quran şərində buyurur ki, Səbbih ismi rabbikəl ələ, uca Rəbbinin adını təsbih et, yəni zikr et. Əlləzi o Allah ki, xələqa, yarattı, fəsəvvə və düzəltdi. Vəlləzi qaddara fəhədə, o Allah ki, təqdir etdi və yönəltdi, hidayət verdi. Vəlləzi əxrəcəl mər'ə, o Allah ki, otları bitirdi. Görsən, Allah özünü sayır. Hər bir vəsif, hər bir Allahın adı, ismi daha doğrusu bir zatı dəlalət edir. O da Allahdır və o vəsifdir. Nədir? Xəlq edən, təqdir edən, hidayət edən. Bunlar hamısının özünün mənası var. Biz demirik, hamısı birdir. Necə bəzi zəlalət əhli deyir, fəcəaləhu gusəən əhvə. Sonra Allah Teala o otu da çevirir, heç nəyə sonra yox olub gedir. Və bəli, Allah Teala'nı sən desən ki, ey Rəhman mənə bağışla, ey Rəhim mənə bağışla və Allaha başqa adlarla dua eləsən, sifət, dua, eyb etməz. Amma bu o demək deyil, hamısı birdir. Yəni, bütün qadir alim deməkdir, qüdrətli, elmli deməkdir, elmli, həkim deməkdir, hikmətli deməkdir, hikmətli, məsələn, cəbbar deməkdir, hər şey üzərində hökm sahibi. Və hərəsinin öz mənası var. Amma hamısı Allahdır. Hamısı Allah Subhanahu adlarıdır o. Ona görə Allah Teala buyurur ki, Qul id'ullah, de ki onlara, istəyirsiniz Allah'a çağırın. Əv id'ur Rəhmən, ya Rəhman çağırın. Əyyəmmə təd'u, nə çağırırsınız çağırın, fələhul əsməul hüsnə, onun gözəl adları var. Yəni bu demək, Allah Teala demək istəyir ki, yəni hamısı Allahındır. Amma Rəhman, Allahın Rəhman adı, Allahın Cəbbar adı ilə bir deyil axı. Cəbbar hər şey üzərində hökm sahibi. Qahhar adı kimi deyil ki, hər şeyi qəhr eləyə bilər. Aydındır, Cəbbar ayrıdır, Rəhman ayrıdır, Rəhim ayrıdır. Bunlar ələmdir, adlardır və avsafdır, vəsiflərdir. Bu da Əhl-i Sünnə vəl Cəmaət etiqadıdır. Və 10-cu və sonuncu odur ki, Allah Teala barədə xəbərlər də var. Deməli, var adları, var sifətləri, bir də var Allah barədə xəbərlər. Yəni, xəbərlər, Allah barədə xəbərlər, ad və sifətlər daxil deyil. Sadəcə olaraq alimlər zikr edirlər. Nə deməkdir xəbərlər? Biz bilirik ki, Allahın adları və sifətləri dəlil üzərindədir. Məsələn, sən Allaha ad qoya bilmərsən. Qoya bilmərsən. Mütləq dəlil olmalıdır. Heç kim gəlib deyəməz ki, Allahın filan adı var. Hətta ya Qurandan ya sünnədən dəlil olmadıqca. Və Allah Teala'ya sifət verə bilmərsən. Deyəmərsən, Allah Teala'nın belə sifəti var. Hətta Quran və sünnədən dəlil gətirmədikcə. Hər ikisinə Quran və sünnədən dəlil lazımdır. Amma xəbərlər, Allah barədə xəbər vermək, buna dəlil lazım deyil. Allah Teala barədə xəbər verə bilərsən. Yəni, izah edəcəm. Ən birinci bilmək lazımdır ki, hər bir ad sifətdir. Hər bir addan Allahın sifəti çıxır. Amma hər sifət ad deyil. Hər bir ad sifətdir. Məsələn, Rəhman adı o addan doğan rəhmət sifəti. Aydındır? Amma Allahın sifəti, məsələn, nazil olmaq sifəti. Rəbbimiz nazil olur gecənin üçdə biri. Bu Allah Teala'nın bir sifətidir, feili. Allah Teala'nın bu sifətindən ad qoymaq olmaz. Demək olmaz, Allahın adı var, nazil. Nazil olan yəni, olmaz. Addan sifət çıxır, amma sifətdən ad çıxmır. Hər bir ad bir sifətə dəlalət edir, amma hər bir sifət ada dəlalət etmir. Amma edə də bilər, əgər addan doğubsa. Bəs xəbərlər daha genişdir. Yəni Allah Teala'nın sifətlərindən də genişdir. Məsələn, deyirsən ki, Allah elə bir şeydir ki, aydındır, bu xəbər verirsən Allahdan.
Allahın nə yəni bir şey, yəni mövcud olan bir şey. Adı yoxdur, nə də bir şeydir deyə sifəti yoxdur Allahın. Xəbər verirsən. Allah barədə danışırsan və öz sözlərinlə Allahdan birinə xəbər verirsən. Deyirsən, məsələn, Allah Teala yəni, hər şey eləyə bilər. Yəni, istəsə belə eləyə bilər, belə eləyə bilər. Xəbər verirsən. Bu verdiyin xəbərləri Allaha nə ad kimi demək olmaz, nə isim kimi vermək olmaz, nə də sifət kimi vəsfləndirmək olmaz. Sadəcə deyirsən ki, xəbərdir. Allah barədə xəbər verirsən və qıssa budur, qardaşlar. 10 dənə qayda. Velhamdülillahi Rabbil alemin.